Növbəti testimizi izah edək. Monqol imperiyası və Teymurilər dövlətinə aid olan oxşar cəhətləri və fərqli cəhətləri Venn diaqramında tapaq. Demək, Şimali Çinin ələ keçirilməsi gedəcək Böyük Monqol imperiyasına, Çingiz xan dövrünə. Heratın paytaxt şəhərə çevrilməsi Teymurilər dövlətinə gedir. İnzibati cəhətdən uluslara bölünməsi hər ikisinə aiddir. Mərkəzi Asiyada işğalların aparılması da hər ikisinə aiddir. Demək, variant tapırıq. Hər ikisinə aid olan variantla gedək. D və Y 3-ə gedirsə, o zaman yalnız bir yerdə D və Y 3-ə gedir. 2-yə isə C gedəcək. Teymurilər dövlətinə Heratın paytaxt şəhərə çevrilməsi. Böyük Moğola isə A gedəcək. Şimali Çinin ələ keçirilməsi. Cagir adlanan torpaq mülkiyyət forması Moğol və Dehli sultanlığındadır. Ona görə də o heç birinə getmir.